hıçqırma, bağırma, qadın səsləri. Bizə dedilər ki, lift yanırdı orada. Biz gördük ki, yanğın mənbəyi podvaldadır. Ötən gün Yasamal rayonunun Mirəli Seyidov küçəsində yanğın baş verən çoxmərtəbəli yaşayış binasının qarşısındayıq. Qeyd edək ki, dəhşətli yanğın zamanı biri az yaşlı olmaqla 3 nəfər dünyasını dəyişib. Kliniki tibbi mərkəzdən verilən məlumata görə hadisə zamanı 27 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıb. Bu hadisə olmasının səbəbi aşağıda fəaliyyət göstərən, özünüz bilirsiniz, binanın altında niyə restoran olmalıdır ki? Bir insanların mənzil olan yeri, yaşayış yerində aşağıda restoran olmazaq. Bu bir çox praktikada, təcrübədə, Bakıda özünüz də bilirsiniz, uğursuzluqla nəticələnib, partlayış olubdur, parkinqada bir də orada bir dənə restoran var. Orada qabağında bir aya yaxındır tok elektrik avtomobillərinin bu şarj eləmək üçün də şəbəkələr quraşdırmışdı 2 dənə. Mən dəfələrlə şikayət eləmişəm aidiyyatı qurumlara, gəliblər, yoxlayıblar, cərimələyiblər. Təxminən 2 il bundan qabaq, bax bu gördüyünüz birinci mərtəbəni Loft Dental və Loft restoranı. İş adamı qeyri-qanuni şəkildə saxta imzalar vasitəsilə bizim mülkiyyətimizdə olan qarajın yarısını özününkiləşdirilib. Özününkiləşdirib hər yerdə deyir, mən məsələni pulla həll eləyirəm, mənə nə məhkəmə təsir edə bilməz, nə hüquq mühafizə orqanları təsir edə bilməz. O qeyri-qanuni şəkildə özününkiləşdirdiyi o podvalda bütün mətbəxin qızdırıcı, elektrik, qaz, soba, bütün avadanlığı oradadır. Və nəhayət təxminən 1 ay bundan qabaq o adam oraya hibrid maşınların elektron doldurma dayanaqçılığını qoyub və onun generatorunu yerləşdirib zirzəmidə. 3 gün bundan qabaq bizim əməkdaş eyni zamanda bizim baş ustadır. Bütün texniki məsələləri o həll eləyir binada. Biz onu göndərmişdik ki, oradan iyi gəlir. Ged obyektin yiyəsindən danış, şaxtaya gir, bax nədir iyi verən. Yanıq iyisi gəlir. O adamı döyüb, aparıb atmışdılar. 3 gündən sonra da bu hadisə oldu. Burada yaşayan sakinlər şikayət ediblər o restoranın bağlanmasıyla. Amma heç bir məhəl qoyulmayıb. Bax, bu da nəticəsi. İndi kim günahkardır, cavab versinlər. Bu binanı tikənləri də meydana gətirsinlər ki, sən belə bir yerdə, sənə icazə verilmirsə, sən niyə bina tikirsən? Bu binanın altından metro xəttləri keçir. Bax, onu araşdırsınlar ki, hansı haqla bu bina tikilib. Məsələ ilə bağlı sözügedən restoranla əlaqə saxladıq. Özünü həmin restoranın əməkdaşı kimi təqdim edən şəxs bildirdi ki, onların obyektində heç bir yanğın hadisəsi baş verməyib. İddia edirlər, amma bizə aidiyyəti yox, o şarjın da bizə aidiyyəti yoxdur. Ümumiyyətlə restoranda bir şey olsa, mən restoranın işçiyəm. Yəni restorana aid bir şey olsa, restoranın içində yanğın baş verərdi.